Marketlərdə kənd şoru adı ilə satılan əksər məhsulların içərisində palma yağı olduğunu bilirdinizmi? Gəlin ilk növbədə palma yağının zərərli olub-olmaması ilə bağlı fikirlərə aydınlıq gətirim. Deməli, palma yağının iki növü var. Soyuq sıxılmış və rafinə olunmuş yağ. Soyuq sıxılmış yağ meyvənin özündən soyuq sıxımla əldə edilən yağa deyilir və bu yağ faydalı yağ hesab edilir. Bu yağın tərkibində A və Y vitaminləri kimi müxtəlif vitaminlər və minerallar da var. Lakin rafinə olunmuş yağ isə meyvənin özü və tumu ilə birlikdə yüksək temperaturda sıxılaraq əldə edilən yağa deyilir və bu yağ zərərli yağ hesab edilir. Dünya sənayesində əsasən palma yağının rafinə olunmuş formasından istifadə edilir və bu yağın qiyməti soyuq sıxımla müqayisədə 2 dəfə ucuzdur. Hazırda dünya bazarında bu yağın 1 tonunun qiyməti təxminən $900 başlayır. Bu da ki bizim pulla təxminən kiloqramı 1 manat 50 qəpik edir. Azərbaycana gətirilən isə palma yağının rafinə olunmuş növüdür. Özəlliklə son illər bu yağa olan tələbat artıb. Çünki margarin yağlarının, fast foodların, hazır şirniyyatların və süd məhsullarının istehsalında məhz bu yağdan istifadə edilir. Palma yağını əslində zərərli yağa çevirən rafinə prosesi zamanı onun yüksək temperatura məruz qalmasıdır. Yağ yüksək temperatura məruz qaldığı üçün trans yağa çevrilir. Trans yağı da ki bilirsiniz ki bədənimiz soğurmur. Bu yağ bizim bədənimizdə qalıb iltihabi proseslərə, hətta ürək-damar problemlərinə belə səbəb ola bilər. Keçək marketlərdə satılan süd məhsullarına. Siz hazırda aşağıda bəzi markaların süd məhsullarının tərkib hissələrini görəcəksiniz. Baxın, məhsul alarkən üzərini diqqətlə oxuyun. Əgər üzərində palma yağı, bitki yağı, yaxud da ki süd yağı əvəz edicisi sözlərini görsəniz, deməli bu yağlar əslində palma yağıdır. Həmin məhsullardan uzaq durun. Sonda isə bu videomuzu yaxınlarınıza göndərməyi unutmayın.